Uşaqlar, hər vaxtınız xeyir. 2020-ci ilin qəbul testlərinin izahına baxaq. 61-ci sualda hidroortofosfat verir. Hidroortofosfat belə yazılır. HPO4. HPO4 H3PO4-dən 2 hidrogen qopub deyə valenti olur 2. İndi buna gətirib buna uyğun olaraq metalları birləşdirəndə, məsələn, natrium birləşdirəndə natrium görürsüz valenti 1-dir. Onda çarpaz olur, 2 gəlir bura düşür. Olur natrium 2 HPO4. Cavabları çıxaq. Sonra kalsiumla birləşdirəndə bu da 2, kalsiumun da valenti 2. Onda ixtisar gedir, heç nə qalmır, olur kalsium HPO4. Alüminiumla isə birləşəndə alüminium valenti 3-dür. HPO4-ün də valenti 2-dir. Çarpaz düşəndə bura 2 düşür, burada 3 düşür. Ona görə doğru cavab Y variantı olur. Gəldik 62-ci suala. Azot 2 oksidin əmələ gəlmə istiliyi. Azot 2 oksid əmələ gəlməsi N2 ilə O2 reaksiya gedir. Alınır NO. Hamsalaşdırıq. Bura 2 düşür. Baxın, əmələ gəlmə istiliyini verib mənfi 90 kilojoule. Onsuz da bildik ki, istilik effekti minus olur. Çünki birləşmə reaksiyası olsa da istisnadır. İstilik udulur. Əmələ gəlmə istiliyi mənfi 90-dırsa bunu geri qaytarırıq. Deməli, istilik effekti 180 imiş ki, əmələ gəlmə istiliyi tapanda 2-yə böləndə 90 qalır. Məsələn, istilik effektini tapdıq. İndi bundan sonrası rahat. Tənasib quruq. 11,2 litr azot 2 oksidə qədər azotun 11,2 litr azot. Oksidləşməsi zaman udulan istilik deli hesablayın. 11,2-yə bilmirəm nə qədər istilik udulur. Amma 22,4-ə 180-dir. Tənasüb tapırıq. 180-i də 2-yə bölürük. Doğru cavab eləyir 90. 63-də deyir, uyğunluğu müəyyən edin. Birinci reaksiyada C2H5OH spirtlər kuprum ilə oksidləşəndə aldehid alınır. Ona görə 1-ə gedir 2. Bunu gedək o tərəfdə eləyək. Çünki burada yarımçıqlı cavablar görsənmir. Birinci reaksiyada dedik aldehid alınır. Ona görə 1-ə 2 gedir. İkinci reaksiyada metalların spirtlərlə reaksiyasına hidrogen qazı çıxır. Ona görə 1 gedir. Üçüncü reaksiyada spirtlə gedəndə sadə efir alınır. Ona görə 3. Amma spirt turşu ilə gedəndə mürəkkəb efir alınır. Yəni 4. 1-ə getdi 2. 2-yə getdi 1. Doğru cavab A variantıdır. 64-də baxırıq. Kalium OH xlor qazınla gedəndə temperaturda alınırdı kalium xlor. Kalium xlor O3. Bir də su. Bu da manqan O2 iştirakında parçalanan kalium xlor O3-dür. Bu da manqan O2 iştirakında parçalananda alınır kalium xlor, bir də oksigen qazı. Kalium xlor da dəmirlə getmədiyi üçün orada xlor qazı olacaq. Üzr istəyirəm, oksigen qazı. Baxın, kalium xlor O3 parçalananda alınır kalium xlor, bir də oksigen qazı. Həmən oksigen qazı dəmirlə gedəndə alınır ferrum 3 O4. Deyir Z maddəsi üçün, bu ferrum 3 O4 üçün doğru deyil. 1-də dəmir yanıq adlanır, doğrudur. 2-də dəmir atomlarının oksidləşmə dərəcəsi yalnız müsbət 3-dür. Xeyr, ferrum 3 O4 qarşı oksiddir. Həm dəmirin 2 valentli, həm dəmirin 3 valentli oksidi aiddir. Ona görə bu səhvdir. Bizdən elə səhvləri soruşulmuş. Bizə dəqiq üzr istəyirəm. Bu doğrudur. Bizdən səhv istədiyi üçün 2-ni götürür. 3-də termit qarışığının tərkibinə deyir, daxildir. Termit qarışığı budur. Ferrum 3 O4, üstəgəl alüminium. Bəli, doğrudur. Onun tərkibinə daxildir. Ona görə bu getdi. 4-də deyir, turş oksididir. Xeyr, bu qarşı oksiddir. Bu səhvdir. Çuqun istehsalında xammal kimi istifadə olunur. Bəli, istifadə olunur. 2-4 doğru olmayanlar 2-4 D variantı olur. 65-də deyir, hansı reaksiya getmir? Buradan alınır kuprum S, çöküntüdür. Çöküntü aldığı üçün reaksiya gedir. B variantında karbonat turşusu silikat turşusunu sıxışdırıb çıxarır. Yəni onlar gedir. C variantında xlorid turşusu sulfata gücü çatmır. Ona görə bu səhvdir. Ona gəldik 66-ya. 66-da karbonu tam yandırdıqda alınan miqdarda karbon dioksid almaq üçün karbon oksigende yandırırıq, alınır karbon qazı. 0,3 mol karbondan görək nə qədər karbon dioksid alınır. Elə molla tapıram, alınır 0,3. Bunu yadda saxlayırıq ki, 0,3 mol karbon qazanılır. Yazıram burada üstünə qeyd edirəm. Sonra deyir, neçə litr metanı yandırmaq lazımdır. Metanı oksigende yandıranda alınır karbon qazı su. Əmsallaşdırırıq. İndi 0,3 karbon qazı almışdıq.
İndi bizdən də metanın litrini istəyir. Yazıram 22.4. Tənasübü tapıram 6,72-dir. 67-də deyir hansı oksidlər su ilə reaksiya daxil olur. 1 gedir 5 qardaşın oksidləri litium, natrium, kalium, kalsium, barium. Oksidləri su ilə gedir. NO2 turş oksididir. Bu da gedir, amma bu duz əmələ gətirməyəndə ona görə getmir. 1-2 doğru cavab C variantıdır. Sonra gəldik 68-ə. Maddədə ion rabitəsini necə tapırıq? Kalsium, xlor, O3 2 dəfə. Metal ion rabitəsini təmsil edir. Metalın valenti 2-dir. Kalsiumun valenti. Metalın valentini ayağındakı indeksinə vuranda ion rabitənin sayını tapırıq. Ona görə 1 2-yə vurur, 2 dənə ion olur. Sonra oksigenin valentini indekslərinə vuranda 2 dəfə 3-ün 6, 6 dəfə 2, 12. 12 dənə ümumi rabitədir. 12 ümumidən 2 ionu çıxırıq, qalır 10 dənə də kovalent. Bu da bizə deyir ki, x, y-ə bölün. Yəni 12-yə bölük, doğru cavab 5 edir. Sonra gəldik 69-a. 400 qram 10% məhluldan su buxarlandırdıqda 25% məhlul alınır. Alınan məhlulun kütləsini qramdan hesablayın. İndi bizə 400 qram 10% məhlul verib. Yekunda alınıb 25% bərabərdir. Yuxarı yazıram duzun miqdarını. Su buxarlandırdıqda su əlavə edəndə duzun miqdarı dəyişmir. 400-ün 10%-ni tapırıq, eləyir 40 qram duz. Aşağıda yazıram 400 məhluldur, amma bilmirəm nə qədər su buxarlanır. Yazıram çıx 2 vur 100. 25 ilə 100 gedir, qalır 4. 4-ü 40-a vururam. 160 bərabərdir. 400 çıx 2. X də bərabərdir 240. Mən tapıram ki, 400 məhluldan 240-ı suyu buxarlanır. 400-dən 240-ı çıxıram. Yerdə qalır alınan məhlulun çünki kütləsini istəyir. 400-dən 240-ı çıxıram. Tapıram ki, 160 qalır məhlul. 160 məhlulumuz qalır. Gəldik 70-ci suala. Reaksiyanın sürəti deyir 5-dir. A maddəsinin ilkin qatılığı 40-dır. Neçə saniyədən sonra A-nın qatılığı 10 olur. Biz başlanğıc maddələrə görə sürəti tapanda bu düsturdan eləyirdik. Delta C bölünsün delta T. Sürətimizi 5 verib. 5 bərabərdir. Yuxarıda yazırıq 40 çıxılsın 10. Yəni C1 çıxılsın C2 bölünsün delta T. Çünki saniyəni soruşur. 40-dan da 10 çıxırıq qalır 30. 5T bərabərdir 30. T də bərabərdir 6. Doğru cavab C variantı olur. 71-də X və Y maddələrini deyir müəyyən edir. X nədirsə metal. Duru sulfatla gedəndə Y qazanır. Sulfat turşusundan, duru sulfat turşusundan hidrogen qazını çıxartmaq üçün durudan həmişə hidrogen çıxır. Onda görə bunları çıxırıq. Mis də duru sulfatla getmir. Çünki hidrogenin gücü çatmır. Ona görə D variantı olur. 70-də deyir elektrik cərəyanını keçirir. Bir maddə bir ərinti şəklində olanda elektrik cərəyanını keçirir. Bir də suda həll eləyəndə, amma sırf özü bərk halda olanda elektrik cərəyanını keçirmir. Ona görə doğru cavab 1-2 D variantı olur. 73-ə baxırıq. Metanol, spirtli CH3OH. Kuprum ilə reaksiya gedəndə aldehidə çevrilir spirtlər. Yəni metanol belə yazılır. CH3OH. Onda çevrilir bir karbon olan qarışıq aldehidinə. Deyir X maddəsində karbonun kütlə payını hesablayın. Karbon 12-dir. Bölürəm ümumi kütləyə. 12 üstəgəl 16, 28, 30. Vururam 100-ə. Bu deyir 40% B variantı. 74-də deyir hansı maddə karbohidratlar sinifinə aiddir. Təbii ki, nişasta polisaxariddir özdə. Nişasta. Sonra 75-ə gəldik. Hansı maddələrin su ilə qarşı təsirindən qələvi alınmır? Qələvilər 5 qardaşım metallarıdır. Litium, natrium, kalium, kalsium, barium. Təbii ki, alınmır deyirsə, onda sinklə alüminium götürəcək. 1-3 doğru cavab E variantı. 76-da hansı ifadələr alkenlər üçün doğru deyil? Alkenlər C-nin H2 yazılır. Tərkibində bir dənə 2 qat rabitə olur. Molekular deyir sp2 bir orbitallar var. Bəli, var. 2 qat rabitəli karbonlar sp2 olur. Deyir bromlu suyu rəngsləşdirirlər. Bəli, 2 qat rabitələr var, rəngsləşdirirlər. Üstə deyir hidratlaşmalarından yalnız birli spirt alınır. Xeyr. Hidratlaşmalarından birli spirt də alına bilər, ikili spirt də alına bilər. Ona görə bu yanlışdır. Doğru cavab yalnız 3C variantı. 77-də dəmirin xlorid turşusuna tam əlil olmasından dəmir H-xlorla gedəndə 2 valentli duz alınır. Alınır ferrum xlor 2, bir də hidrogen qazı. Yəni oradan alınır ferrum xlor 2. Əmsalaşdırırıq.
28 yazıram dəmirin üstə 56 aşağıya. Deyir alınan duzun kütləsini. Yox, üzr istəyirəm, molunu tapın. Tənasüb eləyirəm. 28 ilə 56 gedir. 2-də 1, o da 0.5. Doğru cavab Y variantı. 78-də hansı iri molekullu birləşmələrdən rezin alınır? Rezin ancaq alkadenlərdən alınır. İzopren, xlorpren, bir də divinildən. Yəni 1 olar, bu divinilin monomeridir. Sonra 3 olar. Doğru cavab 1-3 A variantı olacaq. 79-da hansı qazların normal şəraitdə sıxlığı müxtəlifdir? Hansı qazların kütləsi müxtəlifdirsə, sıxlıqları da müxtəlif olacaq. Məsələn, N2 28-dir, C2H4 28-dir. Bu eynidir sıxlıqları. Bu 44'dür, bu da 44'dür, eynidir. Sonra NO 30'dur, amma bu 28'dir. Yəni baxın, bu müxtəlifdir. 80-ə baxırıq. Alkan, CN, H2N plus 2-dir formulları. Proton sayı deyir 18. Gəlin biz maddənin özündəki protonu tapaq. Karbon protonuna baxın 6 dənə. 6N üstəgəl hidrogen bir dənədir. Yəni 2N plus 2. Bunu bərabər eləm 18-ə N-i tapın. 8N bərabərdir 16. N də bərabərdir 2. Yəni bu alkanımız C2H6-dır. Bizə də deyir kimyəvi rabitələrin əmələ gəlməsində iştirak edən hibrid orbitallarını tapın. 2 dənə karbon varsa, 2 dənə karbonda, ikisi də HB3'dür. Hibrid orbital 4 dənə burada, 4 dənə də burada. 8 dənə hibrid orbital var, A variantı olur. 81'ə gəldik. Deyir X-in elektronlarının sayı xlorun neytronların sayından 3 vahid çoxdur. Xlorun neytronların sayını tapaq. 37'dən 17 çıxıram, qalır 20. Deyir indi X bu xlorun 20 dənə neytronundan 3 vahid çoxdur. Yəni 20'nin üstü 3 gəlim 23. Deməli X-in 23 dənə elektronu var. Biz də onu dala qaytarıq. Deməli əvvəl 26 imiş ki, proton sayı. Üstündəki 3'ü də çıxanda 23 dənə elektronu qalır. İndi 26'ya yoğun konfigurasiyanı axtarıq. O da doğru cavab B variantı olur. Çünki 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d üstü 6, 4s2 üstləri toplayanda 26 edir. Sonra gəldik 82-ci suala. Üzv maddələri deyir göstərin. Üzv maddələr karbon, hidrogen, oksigen olan birləşmələr olur adətən. Ona görə məsələn B variantında natrium metalı var, olmaz. C variantında ammonyak var, olmaz. Sonra D variantında yenə ammonium var, bu duzlu, olmaz. Sonra A variantında görək, baxın karbonat turşusu var, olmaz. Y variantı olacaq. Karbon, hidrogen olan birləşmələr, karbon, hidrogen, oksigen olan birləşmələr adətən üzv maddələr olur. 83'ə gəldik. Deyir nitrat turşusunun neçə faiz reduksiya olunur? Baxın 8 dənə nitrat turşusu var. Yəni içində 8 dənə azot var. Bundan 3 dəfə 2, 6. 6 dənə azot duz alınmağını işlənib. 2 dənəsi reduksiya olunur. Baxın, ehtiyatlı olun. 8 dənədən ikisi reduksiya olunur. Ona görə neçə faiz reduksiya olunur deyəndə həmən o 2 dənə reduksiya olunanı bölü ümumi 8 dənə azota vururuq 100'ə. O da eləyir 25%. Sonra 84'də benzol, bir də CnH2'nin yanmasından deyir 22,4 litr karbon alınır. Karbon qazı alınır. Deyir eni müəyyən edir. İndi biz benzolun dəqiq formulunu bilirik. C6H6'dır. Bunun yanmasından 6 mol karbon qazanılır. Gedək o 0,1 mol benzola görə tapaq görək neçə litr karbon qazanılır. Tənasübü tapırıq. 6'nı 22,4'ə vururuq. 134,4 bir vergüldə eləyir 13,44. İndi biz tapırıq ki, həmən bu 22,4 litrin 13,44'ü benzoldan alınan karbon qazdır. Onda biz 22,4 litrdən 13,44 litri çıxaq görək. Və CnH2-dən alınan karbon qazının miqdarı nə qədər düşür? 22,4'dən 13,44 çıxanda eləyir 7 oradan 29 eləyir 8,96 litr. Vəssalam, biz 22,4 litr karbon qazından tapdıq ki, benzoldan alınan 13,44'dür. Onda 22,4'dən də çıxanda tapdıq ki, 8,96 litrdə CnH2-nin payına düşür. İndi gedib CnH2-nin alınan karbon qazını yazırıq. CnH2-dən n sayda karbon olduğu üçün elə n sayda da karbon qazanılır. Tapdıq ki, 8,96 litr karbon qazı bunun payına düşür. Aşağı yazıram 22,4'dən. Buraya yazım 0,1 mol. Baxın özü verir. Burada 1 mol.
Buradan tənasibi tapıram. Vergül gedir, bura vergül gəlir. 22.4-in bərabərdir 89.6. 89.6-nı 22.4-ə bölüb cavab eləyir 4. 85-ə baxırıq. Natrium X bromla gedib, alınıb natrium brom, bir də X2. Brom nəyi sıxışdırıb çıxara bilər? Brom ancaq yodu sıxışdırıb çıxara bilər. Yəni buradakı deməli yodmuş. Çünki fluor, xlor, brom, yod. Baxın, brom özündən sonra gələn ancaq yoda gücü çatır. Deyir qazdır, xeyr, yod bərk halda. Deyir adi şəraitdə bərkdir, doğrudur. Spirtdə məhlulu yaraların dezinfeksiyasında istifadə olunur, doğrudur. Su ilə şiddətli reaksiya gedir, xeyr, yod su ilə getmir. Doğru cavab 2, 3. Gəldik 86-ya. HNO3-ün tam termiki parçalanmasına neçə litr deyir oksigen alınır? HNO3 parçalananda alınır NO2, O2, bir də su. Azot müsbət 5-dən gəlir müsbət 4-ə 1 elektron. Oksigen mənfi 2-dən 0-a 2 elektron. Ayağındakı 2-yə də vuruq 4. 4 ilə azotdakı 1-in yerini dəyişdik. 4 gəlir azotların qabağına düşür. 1 də oksigen qabağına. 4 hidrogen olduğu üçün suya da 2 düşür. 4 mol deyir nitrat turşusundan. Burada elə 4 mol düşür. Öz əmsalı. Deyir neçə litr oksigen? X 22.4. 1 moldur çünki. Elə 4-lər gedir. Cavab olur 22.4. 1 mol maddədən artıq miqdarda natrium OH məhlulu reaksiyasından alınan hidrogen həcmi. Baxın, yenə bu sual görürsünüz, ya açıq versiyada düşür, ya qapalı, hər qəbula demək olar düşür. Ayrılan hidrogen həcmi deyəndə metalın valentinin yarısı qədər. Baxın, alüminium valenti 3-dür. Onun yarısı qədər 1.5 mol haşkarlıdır. O da 33.6 litr deməkdir, çünki 22.4-ə vurur. Silisium yeganə qeyri-metaldır ki, ondan da hidrogen qazı ayrılır qələvi ilə gedəndə. Silisium valenti 4 olduğu üçün ondan ayrılır yarısı qədər, yəni 2 mol. 2 molda 23.4-ə vurur, 44.8. Xlordan hidrogen qazı ayrılmır. Sinkdən ayrılır, valenti 2-dir, yarısı qədər 1 mol, o da 22.4. Silisiumdan da ayrılmır. Sonra gəldik situasiyaya. Praktiki məşğələdə şagirdlər X maddəsini almaq üçün aşağıdakı qrup təcrübə apardılar. Təcrübə başladıqdan bir müddət sonra X maddəsinin bromlu suyu rəngsləşdirməsi müşahidə olundu. Kalsium karbid onsuz su ilə reaksiya gedəndə oradan alınır kalsium OH2 plus C2H2. Yəni asetilin, o da bromlu suyu rəngsləşdirir. X maddəsinin kimya formunu deyir, yazın yazaq. Adı da olur asetilin. Asetilin və ya etin. Çünki alkinlərə aid. X maddəsinin brom ilə tam birləşmə reaksiyasının tənliyi yazın, əmsalaşdırın. C2H2 alkinlərin 3 qat rabitəsi var. Onda da 2 pi rabitə var. Ona görə 2 brom 2 ilə tam birləşməyə daxil olur. Elə birləşəndə də alınır C2H2 brom 4. Əmsalaşdırdıq, brom 2-yə də 2 düşür. Sonuncu suala gəldik. Kalsium karbidin su ilə reaksiyasında neçə mol X maddəsi alınır? Kalsium karbid su ilə reaksiya gedir. Alınır kalsium OH2 plus C2H2. Əmsalaşdıranda sadəcə bura 2 düşür. 320 qram kalsium karbiddən deyir neçə mol X maddəsi alınır? Buraya yazıram 1 mol, burada yazıram 64. X-i də tapanda eləyir 5 mol. Doğru cavab.